Bunu başqa bir sosial psixoloq deyir. Schwartz. Təzəlicə oxudum New Yorkda. Deyir ki, əvvəllər seçim sayı az idi. Seçim paradoksu adlı bir tezis var, onun kitabı da belə. Seçim sayı az idi. Bir məhəllədə, bir kənddə, qəsəbədə, şəhərdə görürdü bir nəfəri, bəyənirdi, ailə qururdu və xoşbəxt olurdu ondan. İndi xanım deyir ki, o problemlər, əlbəttə o problemlər var, o istisnalar var. Yəni o əzazildir, dözülməzdir və s. və heç kim onu təşviq eləmiş ki, sən dözməlisən, xeyr. Amma indi o qədər deyir, seçim çoxalıb, Schwartz deyir. İndi seçim paradoks yaradıb. Nə paradoksu? Seçim insanların seçim çoxluğu onları xoşbəxt eləmək əvəzinə tərəddüdə salıb. Bədbəxt eləyir. Qərarsızlaşdırıb. Bilmir neynə. Seçim o qədər çoxdur. Bir həm qadın üçün, həm kişi üçün eyni. Heç bir fərqi yoxdur. Xanım da gözəl xanımdır, baxımlı xanımdır. Özünü müqayisə eləyir, Şamil mənim demişkən, başqa xanımlarla. Deyir ki, mənə baxır, oturmuşam. Tutaq ki, kişidir, gəlib bir dəfə olur da, Azərbaycan reallıdır, əsəbləşib. Bütün ailələrdə ola bilir. Aha, əsəbləşib, mən boşanıram. Əzizim, hara? Elə bir əsəbləşməylə adam gedib boşanar. İtə görə yorğan yandırırlar. Dərhal bunu eləyənlər də. Bəli. Ona niyə elə cəsarət verilir o xanıma və yaxud o bəyə? Fərqi yoxdur. Xanımın bir çatışmayan cəhəti var, nə olsun? Heç kim mükəmməl deyil, ideal deyil, heç kim günahsız deyil. Sevgi adamın çatışmazlığını da sevməkdir də. Təbii, əlbəttə, o ideal bir şeydir, o əlbəttə. Hamımızda o çatışmazlıqlar var da. Bəs niyə görə addım atsa? Ona görə ki, o kişi başqa yerdə bir xanım görüb, illüziyadır, illüziya.